Kişi cinsi orqanının ölçüsü insanları çox maraqlandırır və cinsi orqanın ölçüsünün kiçilməsi və yaxud da əvvəldən kiçik olması həqiqətən də insanları narahat edir və bunun səbəbləri və bunun müalicə yolları haqqında insanlar bilgi toplamağa çalışır. Əziz dostlar, kişi cinsi orqanının ölçüsü əgər əvvəldən kiçikdirsə, bunun müxtəlif səbəbləri ola bilər. Cinsi orqanın kiçik olması həm genetik, həm də cinsi inkişaf dövründə yaranmış problemlərlə əlaqədar ola bilər. Genetik cinsi orqanın ölçüsünün kiçik olması birbaşa insanın genomu ilə əlaqədardır və həmin insanın genetik olaraq əvvəldən penis ölçüsündə kiçikliyin olması deməkdir. Cinsi inkişaf prosesində kişi cinsi orqanının ölçüsünün kiçikliyi isə cinsi inkişaf prosesində böyümə prosesi vaxtı hər hansı bir əngəlin olmasıdır. Bu əngəl müxtəlif faktorlar ola bilər. Məsələn, keçirilmiş xəstəliklər, infeksion xəstəliklər, həmçinin cinsi inkişaf vaxtı, cinsi inkişafa mane olan faktorlar, məsələn, piylənmə. Biz son vaxtlar oğlan uşaqlarında görürük ki, aşırı piylənməyə meyilli olurlar. Həmçinin hərəkətsizlik, aşırı kalorili qidaların qəbulu, bundan başqa hormonun miqdarını azaldan, kişi cinsi hormonun miqdarını azaldan faktorlar, məsəl üçün, düzgün olmayan həyat tərzi, erkən yaşlarda müxtəlif zərərli vərdişlər və başqa səbəblər kişi cinsi orqanının inkişafdan qalmasına gətirib çıxarda bilər. Amma əgər bir kişi orta yaşlardadırsa, məsələn 25, 30, 35 yaşlardadırsa və hər hansı bir vaxt həkimə müraciət edir, müraciət edərkən həkimə deyir ki, son 6 ayda, son 1 ildə mən hiss edirəm ki, mənim cinsi orqanımın ölçüsündə problemlər var. O zaman bunun səbəbi tamamilə başqadır. Sonradan kişi cinsi orqanının kiçilməsi, ölçüsünün balacalaşması, hətta bəzən pasiyentlər penisin soyuq olmasından, yığılmasından və balacalaşmasından şikayət edir. Əgər belə bir hallar varsa, bu həmin kişi cinsi orqanının toxumasında və cinsi orqanlarda, çanaq nahiyəsində mikrosirkulyasiya, qan dövranı pozulması, həmçinin hormonların miqdarının aşağı düşməsi, kişi cinsi hormonunun miqdarının azalması, bu beyin mənşəli ola bilər, mərkəzi mənşəli ola bilər, kişi cinsi orqanının ölçüsü kiçilə bilər. Və kiçilmənin əsas səbəbləri də cinsi orqana qanın yaxşı işləməməsidir. Bizim tətbiq etdiyimiz müalicə üsulları içərisində birbaşa cinsi orqanın ölçülərini yaxşılaşdıran, cinsi orqanın sərtləşən toxumasını cavanlaşdıran, həmçinin cinsi orqana da qan axımını yaxşılaşdıran və qan sirkulyasiyasını normallaşdıran müalicə üsullarımız vardır ki, bu üsulları tətbiq etdikdən sonra artıq bir neçə seansa pasiyent özündə yaxşılaşma hiss edir. Bu həm cinsi orqanın sərtləşməsində, həm də ölçülərin bərpa olmasında və ya ölçülərin böyüməsində aydın görünür. Belə ki, tətbiq etdiyimiz müalicə üsullarının içərisində fokuslaşmış ultrasəs, hansı ki bu prostat vəziyyəti biz bunu eləyirik, həftədə bir dəfə fokuslaşmış ultrasəsin təsirindən prostat vəziyyəti və cinsi orqanlarda iltihab prosesi aradan qalxır, cinsi orqanlarda qan dövranı yaxşılaşır. Həmçinin biz cinsi orqana şok dalğa terapiyası tətbiq edirik. Şok dalğa terapiyası kompressiya olunmuş havanın təsirindən saniyənin milyardda bir hissəsində xüsusi cihaz vasitəsilə yaradılmış zərbə dalğasıdır. Zərbə dalğası penisin sərtləşən toxumasına verilir və sərtləşmə toxumasında mikrotravmalar yaradır. Mikrotravmalardan yeni damarların əmələ gəlməsi prosesi başlayır və neoangiogenez dediyimiz, yəni yeni damar yaranma dediyimiz bir proses işə düşür. Penisin içində growth faktor dediyimiz, böyümə faktoru dediyimiz bir faktor işə düşür və o mexanizmlər cinsi orqanın toxumasını cavanlaşdırır və toxumada böyümə prosesini işə salır. Nəticədə toxuma özünü bərpa edir və həmçinin bu fonda pasiyent özündə sərtləşmənin yaxşılaşmasını və penisin ölçülərinin həm qalınlaşması, həm də uzamasında yaxşılaşmasını hiss edir. Digər bu üsula uyğun olaraq tətbiq etdiyimiz müalicə üsulu penisə zənginləşmiş qan plazmasının aktivləşdirilmiş hüceyrələrini yeritməkdir. Yəni, hüceyrə terapiyası dediyimiz bir üsul var ki, hansı ki pasiyentdən biz 20 qrama qədər qan kütləsi alırıq. O qan kütləsində müəyyən prosedurlar apardıqdan sonra ayrılmış xüsusi trombositar aktiv kütləni, həmin o 20 qram qanda olan kütləni ayırırıq. Oradan təxminən 3-4 qrama qədər
bizə bioloji material əldə olunur. Nəticədə həmin materialı aktivləşdiririk. Aktivləşdirəndən sonra həmin hüceyrələri penisin sərtləşən toxumasında müxtəlif nöqtələrə, bəlli nöqtələrə yeridirik və bu yeridilmədən sonra müxtəlif vaxtdan sonra, təxminən 1 aydan sonra penis toxumasında özü-özünü bərpa prosesi, penis toxumasının sərtləşən hissəsinin yeniləşməsini və cavanlaşmasını artıq müşahidə eləmək olur. Seanslardan sonra pasientlərdə penisdə qanlanmanın yaxşı olması, əvvəlki kimi soyuma hissinin olmaması, sərtləşmənin daha yaxşı olması, həmçinin yığılma, büzüşmə, kiçilmə var idisə, bu proseslərin də aradan qalxması müşahidə olunur.